Hər vaxtınız xeyir olsun uşaqlar. İndi biz sizinlə yenə də 7-ci siniflər üçün kiçik summativ qiymətləndirmə 1-in nümunə izahı 2-nin versiya suallarına baxmış olacağıq. Elə isə keçək birinci suala. Birinci sualda deyir ki, aşağıdakılardan hansı cisimdir? Uşaqlar, aşağıdakılardan hansı cisimdir? Əlbəttə ki, hansı cisim olar? Qaşıq. Digərləri nədir? Dəmir, su, qızıl, buz, bunlar cisim deyil. Əlbəttə ki, cisim olan qaşıqdır. Verilmiş anlayışdan hansıları fiziki kəmiyyətdir? Uşaqlar, fiziki kəmiyyət dedikdə, əlbəttə ki, metr fiziki kəmiyyət deyil, vahiddir. Tərəzi isə ölçü cihazıdır. Yerdə qalır uzunluq və zaman. Bunlar ikisi fiziki kəmiyyətdir. Yəni 2 və 4 Y variantını götürmüş olacaq. Keçək üçüncü suala. Üçüncü sualda bizdə deyir ki, doğru ardıcıllığı müəyyən edin. Uşaqlar, doğru ardıcıllıq dedikdə, baxın, biz bunu fizika izahında sizə vermişdik ki, əvvəlcə nə edirlər? Əvvəlcə müşahidə edirlər, yəni birinci dərəcə 2. Daha sonra həmin müşahidənin fərziyyəsi irəli sürülür 1. Daha sonra təcrübə 4 və paylaşma 3. Yəni 2, 1, 4, 3 hansıdır? Əlbəttə ki, yox. C variantı deyil. 2, 1, 4, 3 A variantına uyğun gəlmiş oldu. Dördüncü sual. Mezurka ilə hansı kəmiyyət ölçülür? Mezurka ilə həcm ölçülmüş olur. Mayenin həcmi. Beşinci sual. Şəkildəki cihazın ən böyük ölçmə həddini müəyyən edin. Baxın, burada ən böyük ölçmə həddi neçədir? 200-dür. Ona görə olacaq Y variantı. Altıncı suala baxaq. Altıncı sualda uşaqlar bizə deyir ki, verilmiş kəmiyyətlərdən hansıları skalyardır? Skalyar kəmiyyətlər nə idi? Yalnız ədədi qiyməti olanlar, istiqaməti olmayanlar. Qüvvə bilirik ki, vektorial kəmiyyətdir, ona görə götürməyəcəyik. Zaman və kütlə. 2 və 3 B variantı. Cihazın ən kiçik bölgüsü 2 sm olarsa, cihaz xətasını tapın. Yəni, ən kiçik ölçüsü 2 sm nə deməkdir? Yəni, bir bölgünün qiyməti bərabərdir 2 sm-dir. İndi xətanı tapanda nə edəcəyik? Xəta bərabərdir. Bir bölgünün qiyməti, yəni 2 bölünsün 2-yə. Bu da bərabərdir 1 sm. Demək ki, xətamız 1 sm-ə bərabərdir. Daha sonra keçək uşaqlar indi sizinlə 8-ci suala. 8-ci sualda bildirir ki, şəkildə verilmiş cihazın ən kiçik bölgüsünün qiymətini tapın. Uşaqlar, ən kiçik bölgüsünün qiyməti, bu söz sizi çaşdırmasın. Yəni, ən kiçik bölgünün qiyməti hərə bir bölgünün qiyməti tapmaq deməkdir, uşaqlar. Bu sizi çaşdırmasın. Bir bölgünün qiymətini də tapanda 2 ən yaxın qonşu ədədi götürürük. Məsələn, götürmək istəyirəm 200 ilə 300-ü. 300-dən çıxacam 200-i. Böləcəm aralarındakı şkalaların sayına. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Böləcəm 10-a. 300-dən 200 çıxanda eləyəcək 100. 100. 100-ü böləcəm 10-a. Bu da eləyəcək 10 olmuş olacaq. Bu da ampermetrdir, yəni amper. Deməli, ən kiçik bölgüsünün qiyməti nə qədər oldu? 10 amper. Daha sonra 9-cu suala keçək. 9-cu sualda deyir ki, uşaqlar 1000 kiloqram bölsün metrin kubunu qram bölsün santimetrin kubu ilə ifadə edin. Bilirik ki, biz böyükdən kiçiyə keçəndə, indi baxın, kiloqram bölsün metrin kubu. Biz bunu böyükdən kiçiyə keçirik, yəni qram bölsün santimetrin kubuna. Əmsal qalacaq öz yerində. 1 kiloqramımız 1000 qram deyil. Buraya yazacağım 1000. Metrin kubunu santimetrin kubu ilə ifadə edəcəm. Bilirik ki, 1 metrin kubu 10 üstü 6 santimetrin kubuna bərabərdir. Bax, yazım bura 10 üstü 6. Yəni 1 milyonda. Deməli, 10 üstü, yəni 1000-i 1000-ə vuranda hələ 1 milyon edir. Bunlar. Baxın, sizə aydın olmaq üçün 1000-i 1000-ə vuranda 1 milyon, 1 milyondan da 1 milyon ixtisar geçəcək. Qalacaq burada 1 nə? Qram bölsün santimetrin kubuna. O da edəcək C variantı.
Daha sonra 10-cu və sonuncu sualımıza baxaq uşaqlar. 10-cu sualımızda bizə deyir ki, iki idmancıdan birinin sürəti 15 metr bölünsün saniyə. Yəni V1-imiz bərabərdir 15 metr bölünsün saniyədir. İkincinin sürəti isə 36-dır. Yəni V2 bərabərdir 36 nə? Kilometr bölünsün saatdır. Düzdür? Baxın, müxtəlif vahidlərləndir. Biri kilometr bölünsün saatlandır. Digəri metr bölünsün saniyələndir. Mən məcburam ki, bunları eyni vahidlər sisteminə gətirim. Yəni kilometr bölünsün saata çevirmək istəyirəm metr bölünsün saniyə. Necə edəcəm? Əmsal qalacaq öz yerində. Kilometrin yerinə yazacağam 1000, saatın yerinə yazacağam 3600. Sıfırlara ixtisar gedəcək. 36 ilə də 36. Burada qalacaq 10 nə? Metr bölünsün saniyə. Deməli, V1-im 15-dir, V2-im də 10-dur. Əlbəttə ki, onda V1 böyükdür V2-dən. Yəni 15, 36 km bölünsün saatdan böyükdür. Baxın, bu sizi çaşdırmasın. Yenə də deyirəm, 36 km bölünsün saat olmağı sizi çaşdırmasın ki, bu daha böyükdür. Xeyr. Əvvəlcə bunu çevirirsiniz. Kilometr bölünsün saatı çevirirsiniz metr bölünsün saniyəyə və daha sonra həll eləmiş olursunuz. Bu qədər uşaqlar. Dərslərinizdə sizə bol-bol uğur arzu edirəm.